təkamül nəzəriyyəsi tərəfdarlarını çıxılmaz vəziyyətə salan başqa bir dənizaltı canlı qrupu elektrikli balıqlardır. Vücudlarında elektrik əmələ gətirə bilən və elektrikdən müdafiə, hücum və ya ünsiyyət üçün istifadə edən bu canlılar heyrətamiz bir nizamın möcüzəsidir. Bəzi elektrikli balıqlar vücudlarında 500 voltluq elektrik əmələ gətirəcək qədər güclüdür. Bundan başqa, yer üzündəki dənizlərdə bir-birindən çox fərqli quruluşlara malik olan elektrikli sualtı canlılar var. Təkamül nəzəriyyəsi tərəfdarları bu elektrikli canlılar arasında təkamül əlaqəsini xəyallarına belə gətirə bilməzlər. Elektrikli balıqlar mövzusu nəzəriyyənin müəllifi olan Darwini də təəssüflə düşündürmüş və onu bir qrup etiraflara məcbur etmişdir. Darwin, Növlərin Mənşəyi adlı kitabının nəzəriyyənin çətinlikləri başlıqlı hissəsində açıq şəkildə yazırdı. Balıqların elektrikli orqanları mənim nəzəriyyəm üçün başqa bir xüsusi çətinlik də əmələ gətirir. Bu mükəmməl orqanların hansı mərhələlərlə əmələ gəldiklərini ehtimal edə bilmək qeyri-mümkündür. Elektrikli orqanlar daha bir ciddi çətinlik də əmələ gətirir. Çünki bu orqanlar bir-birindən çox fərqli olan təxminən 12 ayrı balıq növünün hamısından mövcuddur.